Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində Savxoz arasında 218 nömrəli məktəbin arxa tərəfində sizin üçün asfalt yola yaxın dostlar. Belə bir gözəl, həyəti geniş ev axtaranlar nəzərinə dostlar. Suyumuz artisandır 24 saat. Qazımız, işığımız mövcuddur. Yəni sayğacları var. Həyətini gördüyünüz kimi 2-3 maşın rahat daxil olunur. Əlavə olaraq bağ yeridir, nəzərdə tutulubdur. Gecə işıqlanması da qəşəngdir. Yəni görürsünüz də həyətin işıqları hər tərəfdən. Qiymət də münasib qiymətə deyilir. Əl yumaq üçün dostlar burada belə bir yer qoyulubdur. Su çəni də oradadır. Evimizin bu yan tərəfidir. Yəni arxasında keçmə yolu, bütübütkası da buradadır. Kombi sistemimizin xəttləri çəkilibdir. Keçən indi evin içinə tanış eləyim. Evimiz çox geniş evdir. Yəni super geniş 4 otaqlı evdir dostlar. Bax belə bir patoloqu da qəşəng hündürdür. Yəni tam istədiyiniz evdir də. Mətbəxsə, mətbəxlə mən 5 otaq deyərəm dostlar. Burada belə bir mətbəximiz var, qəşəng geniş də otaq. Həqiqətən də qəşəng geniş mətbəxdir. 4 tərəfi də cüt daşla tikilmiş evdir. Reşotkasına kimi hər bir şey yerindədir dostlar. İndi keçək sizə yataq otaqlarla tanış edəcəm. Burada belə bir geniş yataq otağıdır. Burada ikinci geniş yataq otağıdır. Və burada da üçüncü yataq otağımız da yaxşıdır, yəni genişdir. Burada isə bizim sanuz evimizdir. Aksesuarlar falan hər bir şey yerindədir. Keçir indi qonaq otağına. Değerli dostlar, burada bizim böyle bir qəşəng qonaq otağımızdır. 2 listimiz var. Dostlar, evimizin qiyməti 68 minə deyilir. Tələsin, gözəl evdir, qəşəng evdir, geniş həyət, geniş otaqlar, 4 otaq. Hal-hazırda bu gün aldığım köç yaşa. Allah alandı, satanda xeyir versin. Sağ olun, var olun.